Dostlar, salam, sizinlə mən Qurban. Bugün sizlər üçün evdə ən asan yollar, ət ruletini necə hazırlamaq olar, onu çəkəcəyik dostlar. Bunun üçün bizə lazım olacaq çəkilmiş ət, Holland pendiri, suxari, duz, soğan və biber. Dostlar, biz ümumiyyətcə çalışırıq ki, elə videolar çəkək ki, evdə bunu asanlıqla hamı hazırlaya bilər. Yəni burada heç bir çətin bir şey yoxdur. Hamı asanlıqla özü bunu hazırlaya bilər. Onun üçün dostlar, belə videoların davamını gəlməyini istəyirsinizsə bizə abunə olun, takib atmağı unutmayın. Və biz başlayırıq yeməyimizi hazırlamağa. Birinci olaraq dostlar, biz maşından soğanı və biberi keçirəcəyik, qırdalayacağıq. Sonra onu ətlə bir yerdə qarışdıracağıq. Başlayaq onu hazırlamağa. Dostlar, artıq soğan və biberimiz hazırdır və biz ətimizi alırıq belə bir qaba. Üzərinə duzumuzu əlavə edirik. Sonra suxarimizi əlavə edirik. Ətin dağılmaması üçün biz yumurta da əlavə edəcəyik ki, əti biz rulon şəklinə salanda ətimiz dağılmasın. Dostlar, hazırladığımız biber və soğanı qəşəng formada belə əlavə edirik ətimizin üzərinə. Sonra biberimizi əlavə edirik üzərinə. Dostlar, artıq ətimiz hazırdır və biz bunu yağlı kağızın üzərinə nazik bir təbəqə çəkəcəyik və arasına qalan pendiri qoyub rulon kimi bükəcəyik dostlar. Bunun üçün biz kağızımızı açırıq. Yağlı kağızımızı sərdik və üzərinə ətimizi belə güzel formada və dostlar, nazik bir təbəqə yaradırıq burada kağızın üzərində. Dostlar, artıq ətimizi bu formada qəşəng şəkildə yaydıq. Əsas məsələ burada odur ki, dostlar, əti çox qalın qoymayın və çox da nazik qoymayın. Çünki nazik olanda kağıza yapışır, qalın olanda da bükəndə ət qırılır. Ona görə də orta, elə bir ki 6-7 millimdə götürür. Və indi pendirlərimizi əlavə edəcəyik dostlar. Pendirimizi qəşəng şəkildə düzdük dostlar və indi başlayırıq ətimizi bu formada. Dostlar, bir də əsas məqam odur ki, pendiri çox qıraqlara qoymayın ki, ət örtsün qıraqları və pendir oradan axmasın. Bu formada rulon düzəldirik dostlar. Və dostlar, indi biz bunun üzərini kağızdan örtəcəyik. Gəlsən dərəcə 40 dəqiqə, 45 dəqiqə qoyacaq pişsin dostlar. Biz sobamızı da əvvəlcədən qızdırmışdıq. İndi onu qoyuruq sobaya. Bu şəkildə.
Gözləyək dostlar nəticəni. Dostlar artıq ruletimiz hazırdır. İndi onu sobadan götürüb və baxacağıq necə bu alır. Lezzetli görünür. Dostlar artık ruletimiz hazırdır. Şimdi biz onu kesip içine bakacağız. Oy 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 oy. Dostlar çok güzel alınır. Çok tatlı görünür. Sadece olarak çok istedi. Dostlar şimdi size ruletimizin tadına bakacağız. Ayağlarım dostlar. Biz pişirdik. Şimdi növbə sizdədir. Abunə olmağı unutmayın dostlar. Sağ olun, gələn görüşlərə.